Deməli, beynəlxalq maliyyə sistemi və maliyyə üsullarıdır. Birinci mövzumuz dövlət maliyyəsi əsaslarıdır. Bunun üzrə maliyyənin buraya daxil eləmişik predmetini, maliyyənin mahiyyətini, funksiyaları, maliyyə ehtiyatlarının tərkibi, maliyyə fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi, maliyyə münasibətlərinin əsas istiqamətləridir. Maliyyənin predmetindən danışanda onu ümumi milli məhsulun və milli gəlirin bölgüsü, yenidən bölgüsü, pul fondlarının və gəlirlərinin yaradılması, istifadəsi ilə əlaqədar iqtisadi münasibətlər sistemi təşkil edir. Maliyyənin predmetinin öyrənilməsi zaman dialektik metodundan istifadə olunur. Bu metod hər bir hadisə və prosesi inkişafda və qarşılıqlı əlaqədə öyrənir. Maliyyənin zərurliyinə aşağıdakı amillər təsir edir. Birinci növbədə dövlətin mövcudluğu, ikinci cəmiyyətin inkişafı. Dövlətin mövcudluğundan danışanda burada cəmiyyəti idarə etmək üçün dövlətin olması vacibiyyətindən söhbət açılır. Dövlət idarəçilik, təsərrüfatçılıq, müdafiə və sair çoxsaylı funksiyaları yerinə yetirir. Bu yüzden dövlət əlində müəyyən maliyyə vəsaiti cəmləşdirməlidir. Cəmiyyətin inkişafı maliyyə münasibətlərinin inkişafı ilə müəyyən olunur. Maliyyə münasibətlərinin inkişaf etdiyi, onların müstəqil metodlarından istifadə olunan cəmiyyətdə iqtisadi və sosial inkişafda yüksək olur. ABŞ, Fransa, Almanya, İtaliya, Yaponiya və sair ölkələrdə bu sıralamanın içərisindədir. Maliyyə anlayışı və onun mahiyyətindən danışanda, maliyyə anlayışı tarixən mal mübadiləsi və pul münasibətlərini bildirir. Maliyyə sözü ərəbcədən götürülüb, malın sərvətin dəyəri, yəni puldur əsas, finans sözü ilə qədim latın dilindəki finansiya sözündən götürülmüşdür. Hərfi mənası tədiyyə, pul tədiyyəsi deməkdir. Maliyyə iqtisadi biznesin elementidir. Bu, istehsal münasibətlərinin müəyyən tərəflərinin mücərrəd bir formada ifadəsidir. Maliyyə geniş təkrar istehsalın fasiləsizliyinin təmin edilməsi, dövlətin vəzifə və funksiyalarının yerinə yetirilməsi məqsədi ilə mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi, istifadəsi ilə əlaqədar olan iqtisadi münasibətlərdir. Maliyyə münasibətləri pul münasibətlərinin tərkib hissəsidir və imperativ xarakter daşıyır. Yəni, dövlətlə əlaqədardır. Maddi məzmununa görə maliyyə ölkənin maliyyə resurslarının məcmusunu təşkil edən məqsədli pul vəsaitləri fondudur. Maliyyə pul münasibətləri ayrılmaz hissəsidir. Maliyyə bölüşdürücü kateqoriyadır. Təkrar istehsal 4 mərhələdən ibarətdir. İstehsal, bölgü, mübadilə, istehlak. Və maliyyənin funksiyaları, maliyyənin əsasən 2 funksiyası vardır. Bölgü nəzarət, eyni zamanda bəzi iqtisadi ədəbiyyatlarda maliyyənin istifadə edici, sütunlaşdırıcı, tənzimləyici, idarəedici funksiyalarının da olduğu göstərilir. Maliyyənin mahiyyəti xarakterizə edərək müəyyənləşdirilmişdir ki, maliyyə dəyər xarakteri imperativ xarakter daşıyır. Ümumilli məhsulun və milli gəlirin bölgüsü, yenidən bölgüsü, pul fondlarının yaradılması və istifadəsi ilə əlaqəlidir.
Milli gəlirin yenidən bölgüsü istiqamətlərinə baxanda, ə, sahələr arası yenidən bölgü, təsərrüfatlara arası yenidən bölgü, ərazilər arası yenidən bölgü, dövlətlər arası yenidən bölgü istiqamətlərinə bölünür. Sahələr arası yenidən bölgü qeyri-istehsal sahələrində gəlir yaradılmadığından onlar əsas etibarilə istehsal sahələrinin hesabına baş verir. Ərazilər arası yenidən bölgü forması regional maliyyə obyekti olmaqla ayrı-ayrı ərazilərin sosial-iqtisadi inkişaf səviyyəsinin bərabərləşdirilməsi və digər ehtiyatlardan istifadə məqsədləri üçün nəzərdə tutulur. Təsərrüfatlar arası yenidən bölgü hər hansı bir təsərrüfatın inkişafı üçün büdcə və digər maliyyə qurumları vasitəsilə maliyyə ehtiyatlarını yenidən bölüşdürülə bilər. Dövlətlər arası yenidən bölgüdə bir dövlətin başqa dövlətə kömək göstərməsi və digər məqsədlər üçün həyata keçirilir və bu zaman beynəlxalq maliyyə mühüm rol oynayır. Maliyyə fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi, deməli bu, məsələn, deyək ki, maliyyə elmi, hüquq elmi arasında əlaqəyə baxanda, maliyyə elmi dövlət, hüquqi və xüsusi hüquqla sıx əlaqədardır. Dövlət hüququnun əsas sahəsi konstitusiya hüququdur. Belə ki, vətəndaşların vergi ödəmələri ilə bağlı hüquq və vəzifələri, büdcə hüququ, büdcənin Milli Məclisdə təsdiqi və sair məsələlər konstitusiya ilə tənzimlənməsidir. Maliyyə ilə kənd təsərrüfatı iqtisadiyyatı arasında olan əlaqəyə baxanda, insanların ilk əmək fəaliyyəti kənd təsərrüfatı ilə bağlı olub, ibtidai insanlar yemək, içmək, geyinmək, isinmək kimi əsas ehtiyaclarını ovçuluqla, meyvə və yığıcılığı ilə, heyvandarlıqla, əkinçiliklə məşğul olaraq ödənmişlər. Maliyyə elmi ilə iqtisadi elm arasında əlaqə, iqtisad elmi bütün elmlər kimi iqtisad elmi maliyyə elmi üçün basis rolunu oynayır. Maliyyənin siyasətşünaslıqla əlaqəsi hər hansı bir hökumətin həyata keçirdiyi proqramın mahiyyəti haqda bilik əldə etmək üçün həmin proqramı oxumaq vacib deyil. Hökumətin parlamentində təsdiqlətdiyi və həyata keçirməyə başladığı büdcə bizdə onun siyasəti haqqında lazımi təsəvvür yaradır. Maliyyə ilə əməyin iqtisadiyyatın əlaqəsindən baxanda, əmək vətəndaşların həm hüquqi, həm də borcudur. İnsanlar əməkləri ilə əmtəə istehsal edir, xidmətlər göstərir, istehsal amillərini gerçəkləşdirir. İşçilərə ödəniləcək haqların yetərli və uyarlı olması, iş qüvvəsindən düzgün istifadə, yalnız sosial risklərdən müdafiə siyasətində mümkündür. Maliyyə ilə sosiologiya arasında elmlər arasında əlaqəyə baxdıqda, sosiologiya elminin məqsədi sosial hadisələrin öyrənilməsindən ibarətdir. Sosial davranış, sosial təbəqələşmə, sosial sinifləşmə həmin büdcələrə aiddir və bu proseslərin tənzimlənməsi ilə bilavasitə maliyyə münasibətləri vasitəsilə həyata keçirilir. Maliyyə və əməliyyatların iqtisadiyyatla əlaqəsində məlumdur ki, əmək vətəndaşların həm hüquqi, həm də borcudur. İnsanlar əməkləri ilə əmtəə istehsal edir və xidmətlər də göstərir. Maliyyə statistika elmi ilə arasında əlaqəyə baxanda, dövlət büdcəsinin gəlir və xərclərini proqnozlaşdırarkən, biznes planı hazırlayarkən, ixrac-idxal əməliyyatları təhlil edilərkən, əhalinin sosial vəziyyəti öyrənilərək və sair proseslərdə statistik göstəricilərdən istifadə edilir. Maliyyə elminin menecmentə qarşılıqlı əlaqəsinə baxdıqda, menecment iqtisadiyyatın idarə edilməsini əhatə edir, maliyyə isə menecmentin obyekti kimi çıxış edir və ona təsir edir. Maliyyə ilə beynəlxalq iqtisadi münasibətlər arasında əlaqəyə baxanda, bazar iqtisadiyyatının mühüm
atributlarından biri biznes fəaliyyətinin inkişafıdır. Beynəlxalq iqtisadi əlaqələr biznes əsasında inkişaf edir. Biznes reallaşdırılması ilə xarici ticarət vasitəsilə də həyata keçirilir.